Bismillahirrahmanirrahim. Esselamu aleyke ya Aba Abdullah. Qudama İbn Malik İmam Sadiq əleyhissalamdan nəql edir. Kim İmam Hüseyin əleyhissalamı Allahdan mükafat qazanmaq niyyəti ilə təkəbbür etmədən, narazılıq bildirmədən, riya və adsan məqsədi güdmədən ziyarət edərsə, paltar suda yuyulduğu kimi bütün günahları yuyular. Aradan gedər. Üzərində heç bir kir qalmaz. Hər addımına görə ona həccin, hər bir addım üçün ayağını qaldırdıqda isə ümrənin savabı yazılar. Bəli, Mühərrəm ayının, əzadarlıq ayının səbəbkarı olan İmam Hüseyin əleyhissalam haqqında verilişlərimiz davam edir. Bu dəfədəki mövzumuz əzadarlıqlarla bağlı olacaq. Əzadarlıqlarda olan müəyyən nüanslara vurğulayacaq. Qonağımız ilahiyyatçı Nigar Məmmədovadır. Xoş gördük Nigar xanım. Mən də sizi salamlayıram. Əziz tamaşaçılarımıza salamlayıram. Təşəkkür edirəm sizə mənə dəvət etdiyiniz üçün. Məhərrəm ayının daxil olması münasibəti ilə bütün müsəlmanlara, möminlərə təsliyyət ərz edirəm. Bəli. Bizim də elə əsas məqsədimiz dövrümüzün imamını başda olmaqla bütün şiyyələrə, bütün müsəlman əhlinə başsağlığı verərəkdən bu mövzular haqqında danışmağı özümüzə borc bilmişik. Nigar xanım, ümumilikdə götürsək, Mühərrəm ayının hər bir hansı səmtindən baxmaq istəsək, Mühərrəm ayı bizə çox böyük dərslər verir. O dərslər ki, hər biri ayrı-ayrılıqda geniş bir mövzulardır. Amma biz bugün bu mövzuların içərisində isə əzadarlıqlarla bağlı olan hissələrə toxunmaq istəyirik. Ümumilikdə biz bu dəfə Kərbəla hadisəsi ilə bağlı olan əzadarlığa toxunmaq istəyirik və sualımız da belə olacaq ki, Kərbəlada əzadarlıqla bağlı şübhələrə cavabları biz istəyirik bilək. Hansı şübhələr var əzadarlıqla bağlı? Buyurun, sizi eşidirik. Bəli. Bismillahirrahmanirrahim. Məhərrəm ayı Quran-Kərimdə qeyd edilən 4 haram aylardan biridir. Haram ayların bir çox şərtləri vardır ki, məsələn, bu aylarda savaş etmək, müharibələrə qoşulmaq yol verilməzdir və günah sayılır. Yəni, digər aylarda halal olan bəzi şeylər bu aylarda haram edilmişdir. Ümumiyyətlə, bu aylara hörmət və ehtiram göstərərək yaxşı olar ki, insanlar salih əməllərini biraz da artırsınlar və günahlardan çəkinsinlər. Quran-Kərimin Tövbə surəsinin 36-cı ayəsində buyurur: Həqiqətən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında 12-dir. Onlardan 4-ü haram aylardır. Bu doğru dindir. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Məhərrəm ayı barədə qeyd olunan məsələlərdən biri də bu ayın müqəddəs olub olmaması ilə bağlıdır. Əgər biz müqəddəs sözünü bir qədər araşdırsaq, lüğəvi mənalarına baxsaq, o zaman məsələyə aydınlıq gələr. Müqəddəs sözünün işlənmə yerinə görə mənası pak, eyiblərdən uzaq, hörmətə layiq, mübarək və bərəkətli olma anlamındadır. Bu söz dilimizə ərəb dilindən keçmişdir. Məhərrəm sözünün mənalarına da nəzər salsaq, görərik ki, lüğətdə haram edilmiş, qadağan edilmiş və eyni zamanda hörmətə layiq anlamı vardır. Göründüyü kimi Məhərrəm ayının bu sözün, Məhərrəm sözünün anlamlarından biri də hörmətə layiq olmasıdır və bu həmin mənadır ki, müqəddəs sözünün mənaları içərisində biz buna müşahidə etdik. Deməli, Məhərrəm sözünün lüğəvi mənalarından biri də müqəddəs mənasına gəlir. Bəzi inadkar insanlar ilahi nişanələri aradan götürməyə səy göstərirlər. Amma Allahın təqdiratı budur ki, Allahın nişanələri və əlamətləri cəmiyyətdə yaşasın və insanlar bunun vasitəsilə hidayət olsunlar, müəyyən ilahi hədəflərə yetişsinlər. Quran-Kərimin Həcc surəsində buyurur: Budur, kim Allahın nişanələrinə ehtiram göstərərsə, şübhəsiz ki, bu qəlblərdəki təqvadan hasil olar. Quran bizə Mərva və Səfa dağlarını Allahın nişanələri kimi təqdim edir. O cümlədən hacılara buyurur ki, Ərəfatdan Müzdələfiyə getdiyiniz vaxt Məşərül Həramda Allahı yad edin, Allahı zikr edin. Məscidlər də Allahın yer üzərində nişanələridir.
təsadüfi deyil ki, məscidləri Allahın evi adlandırırlar. Təbii ki, Allahın bir evə ehtiyacı yoxdur. Ancaq bu məkanların, bu ilahi məkanların əzəmətini və böyüklüyünü göstərmək üçün onlar belə adlandırılmışlar. Yeryüzünün cənnəti kimi təsvir edilən məscidlər təəssüf olsun ki, bəzən təcavüzə məruz qalır və düşmənlərin həmlələrinə, hücumlarına məruz olur. Məscidlər bəzən insanlar içərisində namaz qıldığı halda partladılır, dağıdılır, viran qoyulur. Mənfur düşmənlərimizin də bizim məscidlərdə müəyyən heyvanlar saxladığı artıq hamıya məlumdur və biz də buna etirazımızı bildiririk. Çünki bu bütün müsəlmanlara olan təhqirdir və Allah evləri barədə bu hallar əlbəttə yol verilməzdir. İmam Hüseyn əleyhissalamın əzadarlığı da ilahi nişanələrdəndir. Çünki bu mərasimlər birbaşa Allah Rəsulunun bizə göstərişi və miras qalan sünnələrdəndir. Allahın Rəsulu sallallahu aleyhi və səlləmin İmam Hüseyn əleyhissalama ağlaması, göz yaşı tökməsi barədə kifayət qədər hədislər mövcuddur. Biz bu mövzuya bir qədər sonra qayıdacağıq. Bəzi mənbələrdə Quran-Kərimdə keçən Əyyamullah, yəni Allahın günləri ifadəsinin məhz bu günlərə aid olduğu qeyd edilmişdir. Əlbəttə, bütün günlər Allahın günləridir. Amma Əyyamullah sözü görünür ki, xüsusi günlərə şamil edilmişdir. Və bu söz həmin günlərin bizə deməli, əzəmətini və əhəmiyyətini çatdırmaq üçün bu cür adlandırılmışdır. Bəzi ziyarətnamələrdə, bəzi dualarda İmam Həsən əleyhissalamı və İmam Hüseyn əleyhissalamı Rəsulullahın övladı kimi təqdim olunur və bu cür xitab olunur. Bu heç də təsadüfi deyildir. Bu ifadə Quran-Kərimdən götürülmüşdür. Bilirsiniz ki, Quranda surələrin adları vardır və o cümlədən də bəzi ayələrin adları vardır. Məsələn, Ayətəl-Kürsü, Təthir ayəsi. Haqqında danışacağımız ayə Ali İmran surəsinin 61-ci ayəsidir və Mübahilə ayəsi adlanır. Həmin ayədə buyurulur: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq. Bu ayənin əlbəttə bir hissəsi idi. Bu ayə nazil olandan sonra Həzrət Peyğəmbərimiz Nəcran xristianlarını mübahiləyə çağırdı. Mübahilə, yəni hər hansı bir mühüm dini məsələ barədə mübahisə edən insanların bir yerə cəm olub, dua etmələri və Allahdan yalançının rüsva edilməsini və cəzalandırılmasını istəməsidir. Bir çox əhl-i-sünnə mənbələrində də qeyd olunur ki, oğlanlarımız deyəndə İmam Həsən və İmam Hüseyn əleyhissalam, qadınlarımız deyəndə xanım Fatimə Zəhra salamullah əleyha və özümüz deyəndə Əli əleyhissalam nəzərdə tutulmuşdu. Öncədən qeyd edək ki, oğlanlarımız deyəndə burada mənəvi məna nəzərdə tutulur. Necə ki, məşhur hədisdə Həzrət Peyğəmbərimiz buyurur: Mən və Əli bu ümmətin atalarıyıq. Təbii ki, burada da yəni mənəvi atadan söhbət gedir. Yaxşı olardı ki, hörmətli möhtərəm tamaşaçılarımız qeyd etdiyimiz bu ayəyə biraz diqqət ayırsınlar. Bu ayənin təfsirinə bir qədər məşğul olsunlar. Söhbət məhz Ali İmran surəsi 61-ci ayədən. Bəli, mübahilə ayəsi ki dedik. Həmin ayədə baxın, öyrəniləsi məsələlər çoxdur və bu ayə bizə Əhl-i Beyti tanıtdıran ən bariz və aydın ayələrdən biridir. Digər bir mövzu, bəziləri dünyasını dəyişənlərə ağlamağı qadağan etmək, yaxud əzadarlıq məclislərini kölgə salmaq üçün saxta bir hədisə əl atırlar. Belə ki, buyururlar, güya Peyğəmbərimiz buyurub ki, dünyasını dəyişənlər üçün ağlamayın. Siz ağladıqda onlara əzab verilər. Bu hədis həm əqli cəhətdən, həm də Quran və hədis baxımından batildir. Əvvəla qeyd eləyək ki, ağlamaq, insan ağlamağı fitri bir məsələdir. Allah Teala bunu insanın daxilində qoyub və heç bir ilahi hökm fitrətə zidd ola bilməz. İnsan həyatı boyunca müxtəlif hadisələrlə rastlaşır, bəzən gülür, bəzən ağlayır. Bir insan müsibətə düçar olan zaman əgər ağlamasa, ağlamaq onu deməli depressiyadan və böhrandan uzaqlaşdırır. Digər
Digər tərəfdən əgər qəbul etsək ki, peyğəmbərimiz həqiqətən də belə bir hədis söyləmişdir, onda bəs nə üçün peyğəmbər özü öz yaxınları üçün, əzizləri üçün ağlamışdır? Necə ola bilər ki, peyğəmbər bizə ümmətə belə bir göstəriş versin, amma özü qadağan olmuş belə bir işi icra etsin? Bəli. Quran-Kərim baxımından dünyasını dəyişən şəxsə ağlamaq olarmı? Və yaxud yaxınlarını itirən şəxs ağlaya, kədərlənə bilərmi? Ümumiyyətlə, İslamın əzadarlığa münasibəti necədir? Mövzu ilə bağlı Qurana nəzər yetirsək, görürük ki, Quranda ağlamağı qadağan edən bir ayə belə yoxdur. Əksinə, Quran nəinki ağlamağı qadağan edir, əksinə onu təsdiqləyir. Məsələn, Maidə surəsinin 83-cü ayəsində buyurur: Onlar peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Quran bu ayədə peyğəmbərin möminlərə bu ayəni çatdıran zaman onların halı barədə məlumat verir və biz burada ağlamağı müşahidə edirik. Eyni zamanda müxtəlif ayələrdə Allahın elm verdiyi kimsələrin ağlaması, peyğəmbərlərin ağlaması, ümumi cəmaatın ağlaması və kədərlənməsi barədə ayələr mövcuddur. Müqəddəs kitabımızın mübarək Yusif surəsində həyatımız üçün mühüm olan və ibrət götürəcək bir sıra qissələr vardır. Bunlardan biri də Həzrəti Yaqubun oğlu Yusif üçün göz yaşı töküb ağlamasıdır. Buyururlar ki, Yaqub peyğəmbər əleyhissalam Yusif üçün 40 il, hətta bəzi mənbələrdə yazır ki, 70 il ağladı. O qədər ağlayır ki, gözü kör olur. Həzrəti Yaqub oğlu Yusifin sağ olduğunu bildiyi halda gözləri kör olana qədər ağlayır. Oğlunun ölmədiyini bildiyi və bütün bunlara baxmayaraq bu qədər ağladığı halda niyə biz vəfatı qəti olan əzizlərimizin dünyadan getməsinə ağlamayaq? Peyğəmbərlər ki, bizə nümunədirlər. Elə deyilmi? Quran-Kərim Həzrəti Yaqubun bu əməlini misal göstərərək bu işi təsdiq edir və bunu insanlara bir nümunə göstərir. Bir çox əhl-i sünnə alimləri, o cümlədən Zəməxşəri, Cəlaləddin Suyuti, Qurtubi, Yusif surəsinin 84-cü ayəsində Həzrəti Yusifin, daha doğrusu Həzrəti Yaqubun oğlu Yusifə ağlamaqdan gözlərinin kör olduğu barədə nəql etmişlər. Saxta hədisin hədis baxımından batilliyinə əgər baxsaq, deyə bilərik ki, Peyğəmbər sünnəsində hədislərdə onun dünyadan köçənlərə ağladığı qeyd olunmuşdur. Həzrət Peyğəmbərimiz anasının qəbri üstə, Əbdülmüttəllib üçün, babası üçün, əmisi Əbu Talib üçün, sevimli həyat yoldaşı xanım Xədicə Kübra üçün, oğlu İbrahim üçün ağlamışdır. Hətta müəyyən bir tarixi kitablarda da qeyd edilər ki, xanım Xədicə Səlamullah əleyhanı belə deyək də dünyasını dəyişdiyi ili hüzn ildə adlandırmışdı. Deməli, bunların hamısı birbaşa bağlıdır ki, əzadarlıq ilə Həzrəti Peyğəmbərdən davam edib. Bəli, həmin ildə Həzrəti Peyğəmbərimiz həm sevimli zövcəsini, həm də əmisi Əbu Talibi itirmişdi. Onlar hər ikisi o ildə dünyasını dəyişdiyi üçün hüzn ili adlandırılmışdı. Bəli, doğru buyurursunuz. Öz əmisi Həzrəti Həmzə şəhid olduqda Peyğəmbərimiz onun üçün ağlamışdır. Belə ki, Peyğəmbər Ühud döyüşündən sonra müsəlmanların həmin döyüşdə itirdikləri öz əzizləri üçün ağladıqlarını görən zaman buyurur: Bəs niyə Həmzəyə ağlayan yoxdur? Gedin Həmzəyə ağlayın. Bundan sonra həmin müsəlmanlar öz ölənləri ilə yanaşı Həzrəti Həmzə üçün də ağlayardılar. Eyni zamanda tarixdə İmam Hüseyn əleyhissalamın uşaq olarkən, 1 və ya 2 yaşlarında olarkən Həzrəti Cəbrailin nazil olub onun şəhid ediləcəyi barədə xəbərlər verdiyi nəql olunur. Peyğəmbər buyurur: Cəbrail mənə Fərat çayının sahilində yerləşən Kərbəla adlı bir yer haqqında xəbər verdi və buyurdu ki, bu yerdə övladım Hüseyn İbn Fatimə şəhadətə çatacaqdır. Bu sözləri deyən zaman Həzrətin gözləri yaşla dolur. Əgər yas saxlamaq bidətdirsə, bəs nə üçün Ayşə Peyğəmbərə yas saxlayıb? Bəli.
Əhl-i sünnənin Onların əslində, üzr istəyirəm, Nigar xanım, əslində onların öz cavablarını özünə verir. Əgər onlar bizə də niyə əzadarlıq saxlayırsınız, onda bəs niyə Ayşə Həzrəti Peyğəmbərə əzadarlıq saxlamışdır? Əhl-i sünnənin 4 məzhəb imamından biri olan Əhməd ibn Həmbəl öz Müsnəd əsərində yazır. Ayşə deyirdi, Allahın Rəsulu otağında ikən dünyasını dəyişdi. Onun başını yastığa qoydum. Pərişan halda qadınlarla ağı deyə-deyə sinəmizə və üzümüzə vurmağa başladıq. Hədis mənbələrində Kərbəla hadisəsindən illərcə öncə Peyğəmbərimizin, ondan sonra Əmir əl-Möminin Əli əleyhissalamın İmam Hüseynin qətl olunacağı barədə eşitdikləri xəbərlərə ağladığı qeyd olunmuşdur. Kərbəla hadisəsindən sonra İmam Səccad əleyhissalamın göz yaşları ta ömrünün sonuna qədər qurumadı. O həzrət onun bu halını, bu pərişan halını görənlər ona yəni bu haqqda soruşan zaman həzrət buyurdu: "Məni danlamayın. Həzrəti Yaqub övladlarından birini itirdi, o qədər ağladı ki, gözlərinin görmə qabiliyyətini əldən verdi. Hələ onun övladının ölməsi məlum deyildi. Lakin mənim gözümün qabağında ailəmdən bir gün ərzində 14 nəfərin başını kəsdilər. Siz güman edirsiniz ki, bu qəm-qüssə məndən əbədi uzaqlaşacaq? İmam Hüseynə tökülən göz yaşları paklayıcıdır və onun məktəbi də islah edicidir. Ona tökülən göz yaşları sevgi və məhəbbət göz yaşlarıdır. Əgər həqiqi məhəbbət olarsa, bu günahları tökər və insanı paklaşdırar. İmam Hüseyn əleyhissalam buyurur, kim bizi sevərsə, biz əhl-i beytdəndir. Həzrət Peyğəmbərimizin gətirdiyi və İmam Hüseyn əleyhissalamın qanı ilə qoruduğu bu din paklıqdır. Bir ləkəsi olsa belə din deyildir. Allah Teala bizi əhl-i beyt davamçısı olaraq həqiqi dini yaşayanlardan və yaşadanlardan qərar versin və mərifət taparaq İmam Hüseyn əleyhissalamın əzadarı olmağı bizlərə nəsib etsin inşallah. Bəli, həqiqətən də son vurğuladığınız məqamlar və dua insanı sanki içindən bir köksünü ötürmək və Kərbəla hadisəsini bir daha düşünməyə vadar edir. Sanki bütün sualların cavablarını elə öncədən vurğuladığınız Həc surəsi, Ali İmran surəsi, 61-ci ayə, Maidə surəsi və ən sonda İmam Səccad əleyhissalamdan olan hədislə tamamlamağımız bu bizi onu göstərdi ki, Kərbəla hadisəsində əzadarlıq elə Peyğəmbər dönəmindən başlayıbdır. Həqiqətən də bu günlərdə müsəlmanların qəlbləri hüzünlə olduğu kimi yaşayışları da, baxışları da sanki hüzünə bürünür. Hər şey qəm və kədərlə görürlər. Günahkar halımızla əgər biz qəm və kədərlə görürüksə, vurguladığımız kimi İmam Səccad əleyhissalamdakı mənim gözümün qabağında 14 aləmdən 14 nəfəri şəhid etməkləri deməkləri nə deməkdir? Həqiqətən də insan bunu düşündükcə daha çox düşünməyə və daha çox Quranın dediyi kimi təfəkkür etməyə insan özünü vadar edir. Sizə təşəkkür edirik. Həqiqətən bugünkü gündə Kərbəla hadisəsinə toxunduğunuz və müəyyən müzakirələri bizlə apardığınız üçün sizə təşəkkürümüzü edirik bir daha. Mən sizə təşəkkür edirəm. İnşallah ki, Allah Teala bu əzadarlığı bizə dediyimiz kimi mərifət taparaq, ləyaqət taparaq keçirməyi nəsib eləsin. Amin. Bəli, əzizlərimiz, beləliklə verilişimizin son dəqiqələrinə yaxınlaşdıq. Verilişimizin sonunda bir qədər düşündükdə və bir qədər də qonağımızın vurğuladığı nüanslara toxunduqda bunu deyə bilərik. Əssəlamu aleykə ya Əbu Abdullah, əssəlamu aləl-Husayn və alə Ali ibn el-Husayn və alə əvladəl-Husayn və alə əshabəl-Husayn əl-ləzînə bəzəlu muhacihəm dunəl-Husayn əleyhissalam. Allahümmə əcilli vəlikəl fərəc. Sağ olun, salamat qalın. Gələn verilişdə görüşmək ümidi ilə Allah amanında.